Murat, iki daşın arasında maskanı hardan tapdın? Ehtiyat nədir? Nədir? Vücudun yaraşığı da sənin oxuduğun məktəbə asistat almaqla deyil ki. Murat, həyəcanlıyam, neyim? Bəlkə başqa şey fikirləşək. Fikirləş. Keçən bir alimi yığmışsan mənə ki, mənə pul tap, mənə pul tap, mənə pul tap. Mən sənin üçün bankamatam neyim alır? Girək görəyim marketdən nə çıxır da. Yaxşı. Karşısında Leandro'nun Foy Montiel topladı. Mateus kaçır orada. Bakman lazımdı. Oy. Ayak sakladı. Oy. Montiel'den Hey yattı ondan seni topal kalmayasın gedib. Burada bunu da ne gözlüyorsun? Ne garır bu ha? Ha Sarvina, Nə vaxt gəlirsən? futbol qutarsın çıxıram. Halver oldu heç olmasa. Ha, oldu da sözdü Sarvina. Lələşin büyün partladı ve 1753 manat nətərdir sənin üçün? Qarabağda otsa vəziyyət zordur. Çalış biraz tez gəl, sabah işimiz çoxdur. Yaxşı. beşlerde tez tez o sinyalları bize ötürür. Ötürmeye kapı karşısına. Topu zorlaştırma Ha, ha, kaşuk, kaşuk, kaş. Ay seni ya, bunlara ne oldu be bugün ha? Murat, qorxuram Allah haqqı. Hə, Fərhad sevgilisən ötürü o boyda dağları yarın. Sən bir dənə sevgilini ötürü marketi yarmayacaqsan. Təbərin olsun, ürəyli o. Bu nədir? Dalaq ziyər olmadan, intiqamsını elə təkərə salırsam ki, adı yadından çıxacaq. Sən mən deyənlər elə. Sağlar kamera duram, oğulsan savrayım burada. Ne sevmir oğlum? Oy da Qarabağ gol vurdu. Doğrudan bugün Avropada oyunu var idi axı. Soxa-soxda da yadımdan çıxıb. Qulaq as, bəlkə sevinib qutarsın, sonra keçək. Ya. Yazıqdır. Yo. Həsil məqamıdır. Cəmaatın başı Qarabağın önünə qaçır. Yallah, get düş. Sizin qatanız alaram ha, oğulsuz değil. Hep belə oyunun deyim ha da. Kaptan sevinci böldüğümüze göre bakışlama neyin var neyin yok. Çıkart döküsün onun üstüne razı boydu. Aksaqqal neyinirsən sən? Abi biz görüp seni dalaysan gəlin oxşuyuruq. Sənin deyirəm razı boydu neyin var neyin yok. Döküsün onun üstüne. Sayma görəni mənə. 16, 17, 18. 18 manat. Mənim də bəxtim ancaq bu qədər çıxardı. Kardeş bura işlemeyen xırda məhlə marketidir. Başka ne gözdürdünüz ki? Kassanı aç. Ha? Aç kassanı. Get kasayı. Bu da boşdur. Əmi, kartda varsa bəlkə kart eləyək. Gizləmədir razı boy edirəm ki git bir yana. Sen niye kaçtığından işləyirsən? Kardeş ben işimi seven adamım. Ona göre de her gün kostyum kalastukla gəlirəm işe. Sən Allah. Vallahi. Necə nümunə vətəndaşsan sən? Lap gözlərim yaşardı. Amma kaçtığımın zibinə bax. Əllər! Bu da nümunəvi vətəndaş. Dara düşən kimi yalan danışır, yalan əvətdir. Axsaqqa sən saçından bulundan utanmırsan. Kardeş vallahi billahi özümün de ihtiyacım var. Yoksa böyle kurban size. Pul ne olan şeydi? El çirkidi de. Ha, biz elə belə gəlib girmişik də bura mırta. Bizim ehtiyacımız yoxdur axı pula. Sən belə ürəkli oğlan olsaydın, qabaqcadan neyin var, neyin yox çıxardı, töksəydin üstünə, biz də görərdik dobro kişisə atamalı kimi ortadan bölərdik səni. Sən ki, bu belə krisinlə hərəkət elədin. Allah'dun ha məni. İndi gör mən sənə başıma oynatsınam. Al elə penal olar. Allah hakkı şerefsizliği bu hakim. Hə, qaqaş, siz oturun rahat futbolu baxın, sonra arxaya sayar bıraq saqqal. Bağışla, Murat, özümü saxlaya bilmədim. Mən burada özüm söyləşirəm. Uşaqlığından belə idin, neysən? Sən üzvü çağır baxıram mənə. Çağır üzvü. Şıramı görürsən? Yox. İndi burada açıb göstərənmirəm də. Yadıma gəlir, sən Bərxalagin həyətinə girmişdik ya, üzüm oğramağa. Sənə qoydum qapıya ki, deyənə sən atasına pusasan gəlib gedən olsa hürəsən. Sən neynədin?
Yadıma gəlir. Ağzıma ayrı milçək tutun. Bir də onu gördüm ki, sən o bərxala beynimin ortasından oxuyla necə vurdu, ağzımdakı üzüm promozi yerime getdi. Yadımdadır da. Yadımdadır. Neyse. Allah şeytanı eləsin. Ağsaqqal. Sən mənə geri dönüş elə. Ha? Deyirəm, geri dönüş elə. Bax, saqqal, biz buradan adam balası kimi başımızı salırıq aşağı, çıxıb gedirik. Sən də əllərini qaldırırsan göyə, 5 dəqiqə salmırsan yerə, yerindən də tərpənmirsən. Bax, istəsəydik, dirəşib telefonumu da götürərdik, nə bilim, min cür pis eləyərdik sənə. Amma biz kişi oğlu kimi sənə söz veririk ki, sakit çıxıb gedirik. Sən bu belə etibarsızlıq eləsən, krisin hərəkət eləsən, amma bu səfər atarım ağzını. Aydındır qardaş, aydındır. Başa düşdüm. Hər şey aydındır. Oğlum, bu nə cazibədar görsəniş. Oğlum, bu nə gözəllikdir. Saxla bunu, Pulu götür. Bomba şeydir, ha? Hə, qəşəngdir. Çıxar da bunu. Qardaş başınıza dönüm. İstədiyinizi aldınız da. Halal xoşunuz olsun. Vallahi heç kimə heç nə demərəm. Qalıb suğundan işiniz olmasın, xahiş edirəm. Sənə nə yazırıq, nə yanmırıq, oturub səninlə absurjat eləməliyik, səninlə məsləhətləşməliyik. Deyirəm, sənə çıxart da nə səbiləm, onu sən mənim, vaxtımı alırsan mənim. Ver o mənə, hə? Aynı bir damına, təmiz qəlblə halallığı ver, biz çıxar gedək bir. Halal xoşunuz olsun. Başqa məsələ, ol və həbə. Allah köməyiniz olar. Ləzzətli də, hə? Allah, diyan, nə? Sigaret tutarım. Sigaret ver. Qardaş, içkidir, siqareti mən satmıram. Özü sigaret çəkirsən, hə? Çəkirəm. Nə çəkirsən? Siqaret. Ver mənə paskobu. Necə çəkirsən sən? Getdik. Peşik, kaç, peşik. Bilirsən də, Burak, bir şey fobiyam var. Arvad almağa qorxmursan, bir şeydən qorxursan, bunun yanında bir yavr elədim, mən çıxa baxma. Option 1753 manat. 753 manat bəs edir qaqa? Bəs eləyir. 1, 2, 3, 4, 5, 6, bu da 7. Düzdür mənim qardaşım, biz, mənim, 1, 2, 3. Düz oldum səninlə görə. Hə, düz. Gələ bu 100 manatda qardaşım sənin elçiliyi və şirinliyi salır. Ahdan deyil, Allah canı sağ eləsin, Burak. 3-4 nəfər də alacağım var, ha eləyirəm, vermirlər. Polislə həll eləyəcəkdim məsələmi, yəqin ki, o da bu söhbətdən sonra qaldı. Ha, qız da bir tərəfdən dirəşib ki, sabah gəlib mən istəməsəm verəcəklər başqasına. Yoxsa bilirsən də bu vəziyyətə düşəsi oğlan deyiləm. İndiki qızlar ərə getmirlər ki, ər tapırlar. Sən kimlər də adımızı bəndam eləyirlər. Mənə bax, kim gəlirlər elçiliyə? Mən, anam, bir də Mikail əmi. Mikail? Xalamın əri. Allah sifətli adam ola, toyuq oğrusuna oxşayır, o ona qızı verərlər, ala. Onu kim çağırır bura? Nə bilim, anam istədi gəlsin. Yaxşıdan desəmsə, mən gəlim antizəhər olum bir şeyə qarşı orada, yoxsa sənin eşeğin öndü. Gəl də, Burak, yəni o qədər iş görmüsən mənim üçün, nə deyim? Onda danışarıq da, görək hesab harada yığışırsınız, necə çıxırsınız. Yaxşı? Yaxşı. Zajqalkaymış bu. Ağsaqqal bilsəydi ki, mən o zajqalkayı narazı eləmişəm, ürəyi patlayardı. Adam bu boyda risk eləyər. Narahat olma, bir dənə məsələ var. Deyir ki, okeandan keçib balıqların şahı batıb gəmidə, Yox, elə deyil. lotkada. Yox, okeanı keçib göldə boğulmaq. Mənə çizə salma babıdır. Gedək qaqaş. Gedək. Mənim hamama gedək. Hamam sabah çox işim var, mən. Soyuq olmayıb, mən səhərdən gedək olur ha. Qırmızı sarışqa istəyirəm. Qırmızı sarısqa. Latında. Kimdir? Mənəm Bəhroz. Nətərsən mənim? Sağ ol, yaxşı. Bağışda dünən başı biraz qarışıq idi. Əlaqə saxlaya mənim sənlə. Eşican sağ olsun. Eşitsən məni. Qaynımın dostu polisdir. Sənin məsələvi danışdım ona.
De sapa gəlsin şöbəyə, nə lazım deyirlər. Yo, polisi qatma. Valla polis yeməyəcəksən. Şöbəyə çağır ki, həll eləsin də. O məsələ həll olub, narahat olma, ehtiyac yoxdur. Dünən demədən qaçıb gizlənirlər. Belə canı yanansansa, özün mənə 3 ayda 70 manatımı vermirsən, onu qaytar da. Sən ki, başqa söhbət deyirsən. Onu bura niyə qalsın? Din verəcəm də, qaçmırıq ki. Necəsin Əminə xala? Çox mübarək, çox mübarək. Çox sağ ol qadası. Sən necəsən? Çox sağ ol. Mama nə edir? Sağ olun, sağ olmasın. Bu iş nədir, mən getdim də. Bəs qardaşımsan, danışdıq da o məsələni. Qaynımın dostuna deyərsən ki, həll oldu. Hadi iş özümdür. Allah mübarək eləsin. Murat, hardasan, gecikirik. Əbəxtiyar qarşısız gedin, mən promoyora gələcəm. Konum var məndə. Nə evin nömrəsini yazarsan mənə vəsə. Yaxşı. Avtomobil dedi, probkadayan promoy gələcək, biz gedək. Allah eləsin elə biz işimizi qutaran qədər çıxmasın probkadan. Adam tapmısan da parmağa. Avtomobil elçiliği apararlar. Get darvazanı aç. Kızın atasının adı neydi? Bilmirəm ki. Neferi onu bilmirəm. Kızın atasını tanımırsan. Atasını tanımaq qüsbət eləyə bilmədim. Ancaq qızla anasını görmüşəm. Bir buralarsan səni. Xasaydadır, xasay. Hoş gelmişsiniz, hoş gelmişsiniz. Xoş gününüz olsun. Siz Allah üzürü sayın, qaçağı giyindirirdim. Ona göre kapını biraz gec açtım. Keçin içeri, xahiş edirəm, qapıda qalmayın. Həmişə şaxtınlara gələk. Çok sağ ol Ayvazım. Buyurun, buyurun, kapıda kalmayın. Geç kardeş, geç. Hoş gelmişsiniz. Hoş gördük ay oğul, hoş gördük. Hoş gelmişsin, hoş gelmişsin. Keçin konak otağına, keçin. Bir göz kırpımında oldu her şey. O yağışta havada iti kuyruğundan çölde bağlatan durmazdı. Zalimin oğlu da çıx ki çardağın altına ne var bir sigaret çekedim. Yıldırım tepesinden neteli koydusa. Yazdı o vaxtdan belə qaldı. Yağışlı havada çardağın altında dayanmaq olmaz. Hadi. Kasay kardeş. Neyindi ki bu kardeş? Balaca kardeşim de kaçay. Allah şəfasını versin. Sağ ol bacım. Amin amin. Sağ ol. Beni bir dakika bağışlayın ben. Konağım gelir. Ay Kazım Hanım hoş geldin. Hoş geldin. Buyurun kes. Akşamınız xeyir, hoş geldiniz. Nikah kardeşim. Kazım benim polis mayorudur. Bizim de ailenin en yakın dostudur. Özüm çağırmışam ki benim bu xeyir işimde bir şahitlik eləsin. Kazım seni hoş gördük. O müşahit. Xeyir ola. Ben halasın Meryem. Ha, lap yaxşı. O siz oradan bile tanıyorsunuz birbirinizi. Əlbəttə. Həm uşaqlığımız olub, həm də bizim uşağın kirvəsinin bacısının əridir. Oy ne yaxşı, ne yaxşı. Kazım Hanım buyurun əyləşin. Yo, əyləş, Yo, əyləş, yo, yo. əyləş. Arvadan get o tərəfə. Otur, otur. Hoş gelmişsin. Sən yenə sigaret çəkirsən. Məsələn, gözümə bir səhər dəyişsəm, bir şey olmuyor ki. Dünən başıma bir iş gelip. Nə? 2 tane dılgır gede gir markete ki biz soygunculuğa gelmişik. Nə danışdı onu? Dılgır deyəndə elə zəif də döyüldülər, belə Herakl oxşuyurdular. Birinin əlində tapanca, birinin əlində qəmə. Girən kimi tapancanın tuşdu alnımın ortasına ki, nəyim var çıxıb qoy vurur. Mən də əskərdə İrkutsk oblastı olmuşam, Anqarsk şəhərində. Desant vayskada. Həm də cavanlıqda biraz bu uşu, sambo, mambo, nə bilim karate məşğul olmuşam da o idman növləri ilə. Yadımdadır ki, komandirimiz vardı, o bizə o silahı əldən almağı belə tərk silah deyirlərdi ona, onu mənə öyrətmişdi. Bir göz qırpımında Kazım. Tapancanı gələnlərlə nətəl aldımsa, qundağı ilə qaşqasının ortasına nətər nallayaramsa, qədəbi ilə ölmüsən, bildir ölmüsən. Yaxşı eləmisən. O biri şərəfsiz qəməni tulla qaç. Nətər qaçdı, davan 56, cıldar adam. Dedim, şərəfsiz qaçma. Şərəfsiz qaçma kimə deyirsən? Qoydu belinə. Orada bir şivabra var, köyünə Sərvinaz verib, arada buranı silləmdə. Şivabranı götdüm, düşdüm bu gədənin canına. Nə yemisən turşular? Nə yemisən turşular? Dedim, köpay oğlu. Bir də sən belə işlərə əl atsan, səni əllərimlə aparıb polisə təhvil verəcəm. Dedim, cavan uşaqsan, get bir işlə məşğul ol, bir peşə sahibi ol. Əlimə almışsan bir tapancanı, mən soyğunçuluqla məşğulam. Tapancanı nə elədin? Tapancanı nə elədin? Tapancanın darağını çıxartdım.
Güllələri də çıxartdım, qatarını verdim özünə. Gərək xəbər eləyəydim. Dedim, xeyir iş qabağıdır da, indi qanqaraçılıq eləməyək də, qanqaraçılıq eləməyək. Bir şey aparıb eləməyiblər. Ha, yox Xasaydan pul almaq olar. Dedim, köpə uşağı, mənlə pul qazanmışsınız. Şərikli marketiniz var mənlə. Ha, belə. Uşaq nəsə, oğul nəsə həyəcanlısan, nə olub bala? Hə, siz Allah üzürlü sayın. Birinci dəfədir. Əsas oldu ki, axırınız dəfə olsun. Onu yaxşı dedin abi, Kahil, onu yaxşı dedin. Onu yaxşı dedin. Üzrlü sayını işdə biraz vəziyyət qarışıqdır, ona görə fikirliyəm. Nə istəyirsən ki? Mühafizədə işləyirəm mən. Ticarət mərkəzində mühafizəçiyəm. Mühafizəçi? Hə, mühafizə yaxşı şeydir. Yaxşı şeydir mühafizə. Eləmi? Hələ danışırlar. Yəqin birazdan keçərlər şirin çaya. Boy, Qaçay. Əziz qonaqlarımız deyil, neyinirsən Qaçay? Siz Allah bağışlayın. Deyirəm, keçək əsas məsələyə. Söhbəti çox uzaq. Deyəsən keçdilər əsas söhbətə. Elimizin adəti var, bir qız, bir oğlanın da. Qızınız Zərifəni, oğlumuz Bəxtiyara istəyirik. Vallahi Mikail qardaş, hər bir valideynin ən böyük arzusu övladını xoşbəxt görməkdir. Əlbəttə. Maşallah olsun, görürəm Bəxtiyar balamız da ağıllı uşaq oxşuyur. Maşallah gününüz Ağıllı olsun. uşaq oxşuyur, işi də var. Mühafizəçi, gözəl sənətdir, gözəl peşədir. Mənim də az yaşım yoxdur, özümə görə yaşım var. Dünya görmüşəm. İnsanı da gözündən tanıyıram. Görürəm ki, maşallah olsun, çox abırlı, həyalı uşaq oxşuyur. Ona görə də bircə söz deyə bilərik. Allah xoşbəxt eləsin. Allah xoşbəxt. Allah xoşbəxt eləsin. Onda şirin çay gəlsin də. Gəlsin, gəlsin, amma şirin çay gələnə kimi Kazım müəllim, biz bir dənə hava alaq gələk də. Ya mən siqaret tərcih etmişəm, özün bilirsən. Hə? Gəl qardaşım, onda gedək bir hava alaq gələk də. Olar, olar. Şirin çay gəlin. Arvadına şirin çay hazırlasınlar. Gəl, Kazım. Amma siqaret çəkəndə yıldırımdan zatdan ehtiyatlı olun. Şişədir, hava yaxşıdır. Buyur. Kazım, buyur. Salam Mələkşim. Çox üzr istəyirəm gecikdiyimə görə. Mən Bəxtiyanın dostuyam. Hoş gəlmişsən. Buyur ki, salona. Çox sağ ol, sağ ol. Allah xoşbəxt eləsin. Sağ ol, sənin olsun. Ay salam Mələkşim. Aleyküm salam. Buyur keç. Allah xoşbəxt eləsin. Mənə gərək bağışlayasınız da. Şəhərdə bir dənə dəhşət probka var. Güclə özümü gəlib çatdırmışam bura. Evin də yerini yüzlə bala ilə gəldim, tapdım. Telefonumun zərətqısı sönüb. Amma deyəsən vəziyyət yaxşıdır. Şirin çayı gözləyirik. Hələ yaxşı, hələ məqamına gəlib çatmışam ki, Nəminə xala, gözlərin aydın, Allah xoşbəxt eləsin. O necə deyərlər, Allah sənə bir dənə nəvə versin. Rəhmətli kişinin adını qoyasın. Amin, amin. Nəminə xala, bunu da almışam ki, bir dənə dabromu versinlər, patladım burada. Qardaşım, içəri sağına kimi də qalsiko çıxart istəyirsən. Ay, narahat olma mənim qardaşım, ha, sənin elçiliyin deyə, şad günün deyə, həmişə bu belə şadlıqlara yürürsən. Amin, amin. İstidir, sənə görə deyirəm mən də. Ay, qardaş, sən narahat olma, nə deyə, gəli girəndən yapışımsan mənə qalsıq, sıqart, qalsıq vaxtıdır. Qoy təzə qovumlarla tanış olum da. Əmi, bacın neydi? Qasay müəllimin dostuyam, qızı da qızım kimidir mənə. Həm də polisdir. Hə, lap yaxşı. Hə, çox şad oldum. Mənim də elə kakras polisi bir dənə balaca işim var idi. Prosta imtahası bura yeri dördə, bir dənə dabronu alaq, sonra oturub rişat edəyərik də, inşallah. İnşallah qadasın, inşallah. Sağ ol, inşallah, canım, sağ olasın. Aftan deyil, gəlmirsən? Hə, müşahirəm, Allah xoşbəxt eləsin, həm şadlıqlardır. Hoş gəlmirsən.
bacının atası. Allah xoşbaxt eləsin əmi. O gün olsun da mən nəticə oynadasan. Heç bəxtiyar da padarka oğlandır. O məsələ var, deyir qızı verərsən, əvəzinə oğlan qazanarsan. Bu həmən oğlan, baba oğlan, Əmizan. Bazı bu qalısıq hardan mı? Qalxıdan nə olub ki? Mənim qalısığım oxşur bu. Ay əmi, adam oxşayır. Qalısıq nə olan şeydir ki? O ki, nə da var, deyir alma almaya bənzəyər. Dağ arası gəl. Terminaz! Qalısığı tapmışam. Bana inanmırdın, deyirdin hardasa koymuşsan nəsə zibilim var, ha? Bu uğraş bile pistoletle ben markette. Murat, orada qaynatan mən çox yandıran zajqalka teması oldu. Hələ də toyda yastı kişi ilə məzələnirlər. Kazım ilə götürüb söhbəti polislər arasında yayıb, o gündən kişinin günü qaradı. Bir də qalstuk başımıza iş açdı da. Sən demə o qalstuku qaynatamı 50 illiyində hədiyyə eləyibmiş. Sən də o qədər pulu götürəndən sonra qalstuku da götürməyin onu bərk əsəbləşdirdi. Elə qalstuğun zibilinə düşdüydü. Hə də, sənə qalstuk lazım idi. Qaynatonlar onda necədir? Yola gelirsən? Vallahi yaxşı kişidir. Yallah şundan hər şey qaydasında. Qaydasındadır. Vəbşi ailə yaxşı şeydir. Kısaca bu yaxınlarda əmi olasan. Doğrudan? Hə, nə danışırsan? Təbrik edirəm səni. Bax, oğlan olan kimi adını qoysan Aflandil. Üçün evlənmək bizə qardaşın böyük əziyyəti oldu. Qoy bu dəfəkinə rəhmətli dədəmin adını verim. Gələn dəfəkinə sənin adını verərəm. Qardaş sözü? Qardaş sözü. Qardaş sözü ecəyə bölünmür ha. Qardaş bölünür, dost ecəyə bölünmür. Acısad almanın faydaları babıdır. Aftandil, o gün dost bildiyim neçə nəfər mənə kömək eləmədi. Amma sən əlindən gələni elədin. Ya belə də axırı yaxşı qurtarmadı, amma yəni əlimdən də gəldi elədim də sənə. Soruşmağa da imkan olmadı, o məsələni necə düz qoş elədin? O çox sıxdılar mənə ki, o yanımdakı kim idi, hara qaçdı, tanımıram, bilmirəm kimdir. Düzü suroxumu biraz artıq elədilər, amma adı vermədim də. Təmizliyim, adımı qorudum, saxladım da. Bağışda biraz səni xilas eləyə bilmədim. Əşi, sən əsas özümü xilas elə, yolum buralara düşməsin. Mən də bilmə həyatda necə iş gördüm, neysə yaradım. Bağışlayasan, vaxt. Tez-tez gələcəm. Alo, gələndə tüm səsi qeydi gətir mənə üçün. Yaxşı, gətirərəm. Beş. Sen bu kataya min bir olduğuna bakma ha. Bunun bir cavanlığı olur. Bir buruftan oğlanıydı bu. Bir futbol oynuyordu. Bəh. Ronaldo qələt elirdi bunun yanında. Kürəkən, şeş qoşa. Mənə həmişə bir səndən maraqlı olur. Nə? Yer üzündə 8 milyard insan var, düzdür? Düzdür. Bəs bu içinə tüpürdüyüm yıldırım bir belə millətin içində niyə gəldi mənim qardaşıma vurdu? Hı? Nə günah işlətmişdi Allah qarşısında? Nə hikmət varsa burada tuta bilmirəm. Hələ tuta bilməmişəm. Bircə onu tutmuşam ki, nə qədər səydərəm, nə qədər paçinki işlər var. Hamısı gərək gəlib bizim ailəni tapar. Yaxşı olar, əmi. Düzələr inşallah. Nə deyim ay oğul, Allah ağzından eşitsin. Tək sən deyən olsun, amma belə görürəm, çətin düzələr bu. Pəncisə. Aha, bu da pəncisə. Sərif. Pişik! Kış pişik! Nə oldu ay bala? Üzülü say, əmi. Bir şey fobiyam var. Pişik! Kış! Pişik! Bilirsən də, Murat, bir şey fobiyam var. Fobiya? Ay!
Gel bura köpək oğlu, gel bura. Səni boğub öldürəcəm, Sərvinaz. Sərvinaz. Ha, mənim marketimi soyan öz sürəkənimdir ki. Tanımıram mən. Həmin o pişikdən qorxan əclafdır bu. Əmmi Allah qaçdı deyə bilərəm. Kəs səsini bandit köpək oğlu, kəs. Ata qurban olum eləmə, başıma dönüm eləmə. Kalınsın boşatdıracağım, mənə belə kürəkən lazım deyil. Ata boşanmayacaq. Qələt eləyirsən sən. Sən qurban olum, sakitləş. Uşağımıza sənin adın verək, dəymə bizə, nə olar? Kəs səsini, kəs. Qaçay qurban olum ağlama. Mən indi başa düşdüm sən neçə vaxtı nə demək istəyirmişsən. O ildırım səni yox, məni vurmalıydı.